Sosial şəbəkələrlə bağlı qərar. Önəmli hesab etmək olar qərarı, çünki həqiqətən bəziləri necə deyərlər ağ eləyib. Əxlaqsızlığı təbliğ edənlərdən gedir söhbət. İnternetdə əxlaqsızlığı təbliğ edənləri cəza gözləyir. İnformasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanununa təklif edilən dəyişiklikdə bu əksini tapıb. Kütləvi şəkildə ictimai mənəviyyatı təhqir, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər, əxlaqsız ifadələrə, əxlaq normalarına, milli mənəvi dəyərlərə zidd paylaşımlara görə cərimə, hətta həbs cəzası tətbiq olunacaq. Sujeti diqqətlə izləyin, sonra bəziləri demədilər, deməsin. Xüsusən TikTok şəbəkəsində müxtəlif insanlar baxış yığmaq, bəyənmə yığmaq xatirinə, yaxud pul qazanmaq xatirinə bədənlərinin müxtəlif hissələrini nümayiş etdirirlər, söyürlər, əxlaqsız hərəkətlərə yol verirlər və dövlət də təbii ki, artıq o sosial şəbəkələrdə də mənəviyyatımızın qorunmasına, əxlaqımızın qorunmasına fikir verməlidir və bu qanun da məhz onun üçün nəzərdə tutulub. Artıq sosial şəbəkələrdə əxlaqsızlığı təbliğ edənlər, söyüşənlər, qeyri-etik hərəkətlərə yol verməklə auditoriya yığanlar ifşa olunacaq. İnternetdə yayılması qadağan edilən informasiyaların əhatə dairəsi genişləndirilir. Məsələ Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu, eləcə də İnsan Hüquqları Komitələrinin birgə iclasında müzakirə olunan informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanuna dəyişiklik layihəsində əksini tapıb. Vətəndaşlar, xüsusilə yaşlı nəsil dəyişikliyi zəruri hesab edir. Xüsusən sosial şəbəkələrin populyar olduğu indiki dövrdə böyüyən nəsli qorumaq üçün bu dəyişiklik vacibdir. Açırsan telefonu, elə rastıva elə şeylər gəlir. Yəni ki, əxlaqsız, tərbiyəsiz hərəkətlərdir, ondan sonra geyimləridir. Buna uşaqlar da baxır, məktəblilər də baxır. Onların da əxlaqı pozulur, tərbiyəsi pozulur. Bu cəmiyyətə həddindən artıq pis təsir edir. Dövlət tərəfindən qayda, qanun qoyulması çox vacib olan bir məsələdir. Mən pulu veririm, bitər. Elə deyil. Yəni, ikinci kəs o hərəkət olursa, artıq tutuklanma olursa, onda o biraz qorxu yaşar. Millət vəkili Razi Nurullayev deyir ki, qanuna təklif edilən dəyişikliyin məqsədi insanların əxlaqına təsir edən pis nümunələrin qarşısını almaqdır. Sosial şəbəkələrdə çox baxış olan, çox şərh olan bir statusun altında, ya bir videonun altında kimlərsə yazır ki, görüşürəm, telefon qoyur və s. Bax, bu bir zamanı ilə onlar yol kənarında dayanıb əxlaqsızlıqla məşğul olurdular və indi artıq sosial şəbəkəyə bu keçib və məhz bu fahişəliyin, əxlaqsızlığın və mənəviyyatın korlanmasına təbliğ edən insanlara qarşı yönəlmiş bir addımdır, qanundur. Kütləvi şəkildə ictimai mənəviyyatı təhqir, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər, əxlaqsız ifadələrə, əxlaq normalarına, milli mənəvi dəyərlərə zidd paylaşımlara görə 500 manatdan 1000 manata qədər cərimə, cinayətin miqyasından asılı olaraq bir neçə aylıq həbs qətimkan tədbiri də tətbiq edilə bilər. Sənan Bəhrəmli, Amil Əliyev, ATV Xəbər. Baxın əziz dostlar, ağ bal, bu cür bul şanlı balımız eyni zamanda dağ çiçəklərin balı və xarlanmış bal. Bu ballar hamısı Ocar rayonundan Fikrət adlı bir qardaşımız sifariş edib, inşallah onun üçün göndəririk. Yəni mən burada nə hissə göstərmək istəyirəm. Baxın, bu cür möhtəşəm şanla dolu, yaxından gətir biləm bunu çək göstəriyim. Şanla dolu balonlarda bal istəsəz sizə verə bilərik. Eyni zamanda süzülmüş bal istəyirsiniz, verə bilərik. Xarlanmış bal istəsəz verə bilərik və əlbəttə ki, ağ balda varımızdır. Ağ balımızda çox möhtəşəm bir baldır. Gətir bunu yaxından çək göstəriyim bunda. Gördüyünüz kimi sırf krem baldır. 051 546 39 39 nömrəsi ilə əlaqə saxlayaraq bütün bu ballardan əldə edə bilərsiniz. Üstəlik Azərbaycanımızın bütün şəhər və rayonlarına da göndərib çatdırmanı düz ünvanınıza qədər də tam pulsuz edirik. 051 546 39 39 zəng eləyin, sifariş eləyin. Sağ olun.